Hər kəsə salam, kanalımın dəyərli xanımları. Ümidvaram ki, hər biriniz yaxşısınız. Mənim bu aralar başım qarışıqdır. Yoldaşım gəlib deyənə ora gedirik, bura gedirik. Demək olar ki, axşamları evdə oluruq. Bu səbəbdən də ola bilsin ki, vloqları gecikdirə bilərəm. Və burada da sizə yoldaşımın aldıqlarını göstərirəm. Bu iki maşını qaynım uşaqları üçün alıb, bu Kamazı Tamirlan üçün və digərlərini də sizə göstərim, keçid edək vloqa. Bunu xanımlar yoldaşım atası üçün alıb, yoldaşımın atası özünə maşın alıb, bunu da onun üçün getirib ki, maşını asmağa. Bu maşın üçün ətirdir. Bunun qablaşdırılması mənim daha çox xoşuma gəldi. Digəri isə xanımlar çoxlu sayda şokolad getirib. Bu şokoladları da ki Moskvada internetdən Valbrestdən sifariş verib. Bu da ki xanımlar qızım üçün telefon alıb. Qızım həmişə mənim telefonlarımı işlədib. Yəni ki mən özümə yeni telefon alan zaman köhnəsini mütləq Leylaya verirdim. Amma Leyla artıq böyüyür, buna etiraz edir. Deyir ki, mən istəyirəm ki, mənim öz yeni telefonum olsun. Atası da gələn zaman onun üçün yeni telefon alıb. Düzdür, bəyanıdır, ada keçirtməyidir, biraz uzun dərə olsa da, amma nisbətən orada telefon buradakindən daha ucuzdur. Qiyməti münasib olsa da çox yaxşı işləyir. Artıq 6 gün olmağına baxmayaraq telefonun şarjı 100%-dan 40%-a düşüb hələ indi. Bu isə xanımlar bilirsiniz nədir? Ayaqqabıya keçirdirlər, ayaqqabını yuyan zaman yaxşı qurudur və yaxud da dezinfeksiya edir. Bunu mən istəmişdim, podstavkadır. Bunu həmişə stolun üzərində saxlayıram ki, yemək yeyən zaman mən mütləq YouTube-da nəsə qoyub baxmalıyam. Çox yaxşı keyfiyyətli podstavkadır, bu artıq ikincidir. Bu isə xanımlar fleşkadır. Burada bunlar bahaydı, orada nisbətən ucuzdur. Telefonla proxodnik olmadan hər bir şeyi bura yükləmək olur. Bu isə xanımlar mənim qulaqcığımdır. Mən iPhone-un orijinal qulaqcığını istəmişdim deyənə, Moskvada da bura baxanda bu cür əşyalar nisbətən ucuzdur. Artıq istifadə edirəm, çox yaxşı keyfiyyəti var. Səs effekti əladır. Əsas odur ki, mənim qulağımda qala bilər. Bilirsiniz xanımlar, mən qulaqcıq cəhətdən biraz sıxıntı keçirdirəm. Yeni çıxan versiyaları istifadə edə bilmirəm. Çünki onların uc hissəsində rezinlər var və o rezinlər də mənim qulağıma heç cür keçmir. Mən yalnız köhnə versiyanı istifadə edə bilirəm. Bir tək onlar mənim qulağımda qala bilər. Bu arada bilirəm ki, bu yalnız məndə olur. Bilmirəm səbəbi nədəndir. Rezinli qulaqcıqlar mənim qulağımdan sürüşür, düşür. Əslində qulağım normal böyüklüyündədir, amma onlar mənim qulağıma heç cür keçmir. Bu qulaqcığı isə Leyla üçün alıb. Bu adi nauşnikdir, sadəcə Leyla istəmişdi deyənə. Deməli, xanımlar, yoldaşımın getirdiyi digər əşyalar da var idi. Amma ki, təəssüflər olsun ki, mən video çəkməyi unutmuşam və onları açmışdım. Tamirlan da sağ olsun, hərəsini bir yerə apardı və videonu da tələm-tələsik çəkdim deyənə gedib bir-bir onları tapıb getirmədim. Bu səbəbdən də hamısını çəkə bilmədim. Bayaq açdığımdakı falqalı korsetdir. Onu istəmişəm ki, yayda taxım, qarnımı tam şəkildə əridə bilim. Bunu da Moskvada internetdən sifariş verib. Mənim xoşuma gələn tonalnidir, amma ki, çox təəssüflər olsun ki, rəngi tünd oldu. Mənim dərim xanımlar çox ağdır, ona uyğun tonalni çox çətinliklə tapıram. Hansı tonalini üzümə çəksəm, o tonalni mənim üzümdə qara görsənir. Nadir hallarda istədiyim kimi ağ rəngdə tonalni tapıram. Hətta bu tonalniyə də heyfim gəldi, atacam ora qalacaq. Gördüyünüz kimi xanımlar bu şokoladdan çox sayda getirib. Hamısını da qoymuşam xaladelnika ki, kim evə gəlsə verə bilim. Və xanımlar vlogu başlatmışam gecə. Çünki yoldaşım axşama yaxın gəlmişdi. Videonu başlatdım və yarısını dedim ki, səhər davam edərəm. Artıq səhər açılıb, mən səhər yeməyi düzəldirəm. Bunu da qeyd etmək istəyirəm ki, mən bir günümü vlog kimi çəkəndə fikir versəz görərsiniz ki, səhər yeməyi qətiyyən düzəltmirəm. Elə yalnız uşaqlara yemək verirəm və salam. Bunun səbəbi xanımlar odur ki, çünki mən səhər yeməyi qətiyyən yemirəm. Heç səhərlər yemək də istəmirəm. Yalnız kofe və çay içirəm. Mənim yeməyim günorta 3-dən 4-dən sonra başlayır. Təbii ki, bu qidalanma tamamilə səhvdir, amma illərdir ki, mən beləyəm. Səhərlər qətiyyən yemək yemirəm. Desəz niyə? Çünki iştahım olmur. Əgər səhər yeməyinə həvəsim olsaydı, mütləq düzəldib yeyərdim. Mənim acımağım hər zaman gecə 12-dən sonra olub.
Bu da o qədər yanlışdır ki, bunun yanlış olduğunu bilə-bilə hər zaman gecə 12-dən sonra 2-də, 3-də yemək yemişəm. Nəysə ki, yavaş-yavaş bunu tərk edirəm. O saatlarda çox acısam da piçenni ilə başımı qatıram. Amma ki, yoldaşım gəldiyinə görə o səhər yeməyi yeyir. Təbii ki, mən onun üçün hər gün səhər yeməyi düzəldirəm. Düşünə bilərsiniz ki, yoldaşım burada olmayanda mən bu yeməklərin heç birini almıram. Tam əksinə, hamısından hər zaman bizim evdə olur. Sadəcə olaraq zamansız yeyilir. Misal üçün kalbasadır. Bəzən günorta acıyanda mən çörəyin arasına qoyub kalbasa da yeyirəm. Və yaxud da şokolad yağıdır. Gecə acıyan zaman çörəyin üzərinə çəkib yeyirəm. Düzdür, bizim evdə hər gün yemək bişsə də, amma bəzən olur ki, insan bişirdiyi yeməyi bir dəfə yeyir, ikinci dəfə yemək istəmir. Belə də olan zaman bu atışdırmalıqlardan yeyirəm. Bu qablar var xanımlar, hansı ki zeytunu, şokolad yağını əlavə etdiyim qablar. Bunlar o qədər rahatdır ki, bir dəfə bunlara əlavə edirəm və 2-3 gün bunlardan istifadə edirik. Süfrədə əlavə də yer tutmur. Bilirəm, soruşacaqsınız hardan almısan? Razindən almışdım. Sözün düzü, mağazinin adı da yadımdan çıxıb. Çünki illər öncə almışdım. Qiyməti də ki, deyəsən 20 manat idi.
Sadece şey, faiz kullanmalar. Ne olur onu Demək xanımlar, yemək yeyildi. Yoldaşım Leylanı apardı məktəbə və gələrkən karqomuz gəlmişdi. Onu da götürdü, gəldi. Bu karqo əslində bacımın sifarişidir. Sadəcə mənim də əlavələrimi edib birlikdə sifarişi vurdum. Artıq bir aya yaxın idi ki, karqo gəlib çıxmırdı. Bugün gəldi, çıxdı. Dedim elə sizə də göstərim. Əslində bağlamada olanlar azdır. Pişiyin evi olduğuna görə biraz yekə görsənir. Mən onu kəsdim. İndi hamısını sizə də göstərəcəm. Bu birinci göstərdiyim bacımın telefonu üçün kavrodur. Dəhşət çox keyfiyyətli gəlib. Heç belə gözləmirdim, superdir. Qiyməti də ki ya 7 manat idi, ya da ki 8 manat. Bu qabı isə simiçka çıtlamaq üçün alıb. Keyfiyyəti elə də yaxşı deyil. Çox nazik plasmasdandır. Qiyməti də ki 3 manat neçəsə qəpik idi. Amma onu buradan manatlıq dükandan 1 manata da əldə etmək olar. Bu isə mənim başmağımdır xanımlar. Bunun qiyməti Temuda 50 manat idi. Mən 35 manata almışam. Bir başmaq üçün baha olsa da, mən bunu dükana, bazara geyinmək üçün almışam. Yəni ki, həyətdə geyinmək üçün yox. O sabunlardan xoşum gəlirdi. Düşündüm ki, cins şalvarlarla əla gedər. Bu isə bacımın sepidir. Bacım belə sepləri xoşlayır. Jılkadan, üzərində bir dənə qaş. Belə seplərin nə anlamı var, heç mən bilmirəm. Amma bacımın xoşu gəlir. Bu isə xanımlar başqa şeydir, heç onu göstərmirəm. Bu bilirsiniz nədir? Paltar yuyan zaman maşınkaya atırsan, pişiyin tüklərini paltarın üzərindən yığır. Çox yaxşıdır, almağa dəyər. Bu da bacımın telefonu üçündür, ikinci kavrodur. Məndə var idi bundan, görüb xoşuna gəlmişdi. Bunu şüşəyə yapışdırırsan, vakuumlanır, çəkilişləri yaxşı etmək olur. Hamısını da yerinə yerləşdirirəm ki, aparıb verməliyəm bacıma. Necə gəlibsə elə də təhvil verim. Sadəcə olaraq icazəsini alıb sizə də göstərdim. Bu isə xanımlar üzüydü. Görürsünüz nə boydadır. Bacım xoşlayır da belə üzükləri. Bu da həmçinin pişiyin tükünü yığmaq üçündür. Divanın üzərini, stulların üzərini təmizləmək üçün bunu sifariş edib. Bu isə xanımlar sumkadır, yəni ki çantadır. Dilim alışqandır rus sözlərinə xanımlar, üzürlü sayan. Uşaq vaxtından biz rus sözlərini çox işlətmişik deyənə artıq dilimdə vərdiş olub. O gördüyünüz çantanı da ki xanımlar, bacım heç bilirəm ki işlətməyəcək, niyə alıb onu da bilmirəm. Bu zajimdən də xoşum gəldi, necə görünübsə elə də gəlib. Çox yaxşı və keyfiyyətli idi. Bu da həmçinin xanımlar başqa bir şeydir, bunu aça bilmərəm. Bu da həmçinin pişik üçün daraqdır. Pişiyin tükünü bununla darıyır, sonra knopkasını basır, tüklər oradan xaric olur. Bu da gördüyünüz kimi sırğalardır. Qəşəng vəziyyətdə idi, yaxşı parıldayırdı. Düzdür, kamerada elə də bilinmirdi, amma canlı, gözəl görsənirdi. Bu da xanımlar, deyəsən linerdir. Açandan sonra görürəm ki, hə, liner idi. Bu mənim sifarişim idi, özüm üçün almışam. Göz üçün koriçnevi rəngdə linerdir. Artıq istifadə edirəm, çox yaxşı linerdir. Həm yağlıdır, həm də ki, gözün ətrafına yayılmır. Bu da bacımın sifarişidir, xanımlar, evdə geyinmək üçün alıb. Materialı sintetikadır. Mən sintetikadan olan materialları heç sevmirəm. Onlar mənə allergiya verir. Sintetikadan nəsə giyinən zaman bədənim qaşınır. Bu da bacımın sifarişidir. Hamam xalatıdır. İnanın ki, o qədər gözəl, o qədər keyfiyyətli idi ki, endirimi gözləyirəm. Endirim olan kimi mütləq özüm üçün də almaq istəyirəm. Amma mən hamamdan çıxandan sonra giyinməyi yox, çünki ona görə xalatım var. Mən istəyirəm evdə giyinmək üçün, dəhşət yumşaqdır və elə isti saxlayır ki, həqiqətən də almağa dəyər. Bizdə o xalatlar 30-35 manatdır. Bilmirəm 20 manat idi ya 20 neçə manat idi. Alandan sonra 2 gün keçdi, gördüm ki, endirimə düşmüşdü 15 manata. İndi mən də gözləyirəm ki, 15 manata düşsün, alam. Bu da ki, xanımlar, pişiyin evidir. Çox qəşəngdir, yumşaqdır, şirindir, amma ki, balacadır.
Çünki Mino artıq böyüyüb, yekə pişik olub, heç bura keçəcək ya yox, onu da bilmirəm. Amma ümumi olaraq yaxşı vəziyyətdədir. Bu əlimdəki korичневый vakuumdakı mənimdir. Telefonun arxasına yapışdırmaq üçündür. Bu da mənimdir, xanımlar. Bunlar Temuda çoxdur, ucuzdur. Bilirsiniz bunlar nədir? Üzə prişik çıxan zaman yapışdırırsınız prişikin üzərinə və yatırsınız. Səhər onu üzdən çıxardanda görürsünüz ki, prişki partladıb və beləliklə bir günə prişki aradan qaldırır. Xanımlar, artıq axşam olub. Belə ki, 7-nin yarısıdır. Biz gedirik Leylanı məktəbdən götürməyə. Amma tək yox, nənə də var və yoldaşım Tamerlanla. Çünki əsas getdiyimiz yer yoldaşımın dostu gildi. Çoxdan da onlara getmirik. Məni köhnə kanalımdan izləyənlər artıq bilir ki, mənim yoldaşımın dostlarının yoldaşları ilə biz də rəfiqəyik. Hətta rəfiqəm də məndən bərk incimişdi ki, neçə aydır ki, mən onlara getmirəm. Həqiqətən də niyə belə eləmişəm bilmirəm, amma orada da dedim ki, sırf Tamerlana görə gələ bilmirəm. Çünki Tamerlan çox dəcəldir. Mən də istəmirəm ki, getdiyim yerdə narahatçılıq yaradım. Düzdür, onlar desələr də ki, bizim üçün narahatçılıq yaratmır, amma mən elə düşünmürəm. Mən özüm narahat oluram. Çünki Tamerlan durmadan dağıdır, tökür. Necə ki, mənim xoşuma gəlmirsə, eləcə də getdiyim yerin xoşuna gəlməyə bilər. Bu səbəbdən də Tamerlana görə mən çox yerə gedə bilmirəm. Normal olaraq da məndən bərk incimişdilər. Çünki onlar bizə tez-tez gəlirdi. Mənim getməməyim onlara pis təsir edib. Bunun heç fərqinə də varmamışam, amma bəzən məndə belə olur ki, yaxın bildiyim adama uzun müddət yığmaya bilirəm və sonra birdən yığmaq istəyəndə bir dənə bunu düşünürəm ki, o insan mənə deyə bilər ki, bəs bu vaxta kimi hardaydın? O sözdən çox acığım gəlir deyənə sırf o sözü eşitməmək üçün uzun müddət danışmadığım adama zəng eləmirəm. Və xanımlar, yoldaşımın dostu gilə getməmişdən öncə gəldik Hövsana ki, bacımın kargosunu çatdırım. Ən önəmlisi də ki, bilirsiniz nədir? Mənim qızımın sinif yoldaşının maması bu yaxınlarda mənə zəng elədi ki, uşaqların paltarları var. Sənin çəkiliş elədiyin ailəyə o paltarları vermək istəyirəm. Bu da məni çox sevindirdi. Bu arada bunu da qeyd edim ki, biz hal-hazırda çöpçüyə gəlmişik. Tamerlanın yenə çöpü var. Və sözümü davam edim. Demək xanımlar, mən o qədər sevindim ki, bilirsiniz niyə? Bir yaxşılığı digər insana ötürə bilmişəm. Bu mənim üçün çox böyük bir şeydir. Bir gün bir xanım mənə yazmışdı ki, elədiyi çəkib göstərmə, sağ əlin verdiyini sol əl bilməməlidir. Bu sözlə əvvəl tamamilə mən də razı idim, amma yaş keçdikcə insanın fikirləri həqiqətən də çox dəyişirmiş. Yəqin ki, siz də mənimlə razılaşarsınız. Mən düşünürəm ki, əgər o ailəni çəkib burada göstərməsəydim, başqa insan bixəbər olub ona kömək etməyəcəkdi. Halbuki mən onu çəkməklə xeyli insan xanımın kartına pul köçürtmüşdü. Həm də xanımın çox ehtiyacı olduğu halda. Görün, bu necə gözəl bir şeydir. Eləcə də qızımın sinif yoldaşının ailəsi mənim kanalımda ailəni görüb öz uşaqlarının paltarını göndərib. Xanım da mənə yazıb o qədər dərin minnətdarlığını bildirdi ki, uşağın kurtkası yox idi, uşaq bugün geyinib o kurtkanı məktəbə gedib. Siz təsəvvür edin ki, bunları eşitmək necə də sevinclidir. Tək mən yox, mənim simamda kömək edənlər də böyük savab qazanırlar. Paltarları göndərən xanıma dəfələrlə təşəkkürümü bildirmişəm, amma burada yenə də təşəkkür edirəm. O xanım tək bir ürəyi yox, 3 ürəyi sevindirdi. Həm 2 uşağın kurtkası oldu, həm də anası sevindi. Bilirsiniz xanım kimdir? Qızımın sinif yoldaşı bizə gələn zaman mən hər zaman onları da çəkib vloqa daxil edirəm. Bunu köhnə kanalımdan izləyənlər daha yaxşı bilər. Və xanımlar, ora getməmişdən öncə mən gəldim ki, Zəhra balamız şirniyyat sevəndir. Mən də ona söz vermişəm ki, haçan Hövsana gəlsəm sənin üçün şirniyyat alacağam və şirniyyatları da alım, sonra gedəcəm onlara. Bir daha qeyd etmək istəyirəm ki, Zəhra qızımız autizmlidir və şirniyyatları da çox xoşlayır. Hətta bir gün evdə şirniyyat olmadığına görə mamasının bütün kartlarını sındırıb, evdə nə var nə yox dağıdıb, yəni o dərəcədə şirniyyat xoşlayır. Bunu da qeyd edim ki, xanımlar, əslində kurtkaları mənə verdilər və mən də istəyirdim ki, bunları açıb sizə göstərim, belə daha da maraqlı olardı. Amma təəssüflər olsun ki, buna qətiyyən vaxtım olmadı. Elə yemək bişir, ev yığışdır, ora get, bura get. Heç özüm belə setkalara baxmamışam ki, orada nə var. Amma bir onu bilirəm ki, Ülviyə xanıma çox güvənirəm. Yəni ki, qızımın sinif yoldaşının mamasına. Bilirəm ki, o özünə rəva bilmədiyini başqasına da verməz.
Hətta dəfələrlə də dedi ki, cəmi 1 ya 2 dəfə geyinib. Sonradan xanımla da əlaqə saxladım. Setkalarda nəyin olduğunu qətiyyən bilmədiyimi dedim. Xanım da çox razılıq elədi ki, çox gözəl paltarlar qoyub. Mənim də ürəyim rahat oldu. Bilirsiniz xanımlar, o qədər yaxşı xanımdır ki, insan yaxşılıq eləməyinə qətiyyən peşmançılıq hissi keçirtmir. Bu sözümü bilirsiniz niyə dedim? Deməli xanımlar, bir gün bir mağazinə gedirəm. Məşdağada Xəyal bazarındaydım. Gördüm ki, bir uşaq bir maşının təkərlərini qaraldır və maşının sahibi uşağı söyür, qovalayır, təhqirlər edir və uşaq təkəri qaraltmağa davam edir. Mən də düşündüm ki, yəqin ki, çox ehtiyacı var ki, bunu edir. Pulum da kartda olduğuna görə cebimdə cəmi 30 manat pul var idi. Nə yaxşı ki, pulum kartda olub, üstümdə az pul olub. Mən götürdüm, elə o 30 manatın da hamısını verdim o uşağa ki, və maşının yəsinə də dedim ki, sizə ayıb olsun. İnsan uşaqla bu cür rəftar eləməz. O da mənə dedi ki, siz bunları tanımırsınız, bunlar artıq alışıblar. Və mən də uşağa dedim ki, get evə, bugün işləmə, al bu pulu da qoy cibivə. Və getdim mağazinə, alış-verişimi elədim. Çıxanda gördüm ki, həmən uşaq eyni maşının təkərini qaraltmağa davam edir və eyni təhqirləri də eşidə-eşidə. Mən həmən dəqiqə şoka düşdüm və elədiyim yaxşılıqdan ilk dəfə o zaman peşman oldum. O zaman dərk elədim ki, hər kəsə yaxşılıq eləmək düz deyil. Və bir neçə dəfə başqa hadisələr başıma gələndən sonra kimə yaxşılıq edəcəyimi çox seçirəm. Və xanımlar, söhbətə başım qarışdı. Biz artıq yoldaşımın dostugildə oturduq, yemək yedik, çay içdik, söhbət etdik. Burada da sizə rəfiqəmin əl işlərini göstərirəm. Mənim rəfiqəmin qaynanası çox xoşlayır belə gülləri. Harda nadir güllər var, tapır, getirir. Bu gördüyünüz də mənim rəfiqəmin əl işləridir. Görün necə gözəl əl işləri var. Bunların hamısını sementdən düzəldib. Bu gördüyünüz göbələkləri də, bayaq gördüyünüz əl dibçəyini də çox maraqlıdır, əsl Pinterest tərzi. Bunları da sizə göstərdim. Artıq oradan çıxırıq. Yavaş-yavaş gedirik evə. Evə gedirik deyə-deyə hardasa 1 saatda həyətdə söhbət gedir. Yəqin bu hər kəsdə belədir. Haçan ki çıxırsan evə getməyə, söhbətin ən şirin yeri başlayır. Sanki neçə saat bir yerdə olmamışıq, elə bil ki bir-birimizi indi görmüşük. Özdəki bu söhbət o qədər uzanır ki, maşına minərkən də danışırsan, hələ o da yetmirmiş kimi pəncərəni açıb maşından da davam edirsən. Tamerlanı da görürsünüz də xanımlar. Bir dəqiqə bir yerdə dayanmır bu uşaq. Və xanımlar, axıra ki mənə baxdığınıza görə təşəkkür edirəm. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.